Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan Haberler programında Bakü stüdyosundan herkese merhaba. Bugün 26 Eylül 2025 Cuma. Ben Özlem. Herkesi salamlayıram. Mən də Əli. Özlem, bugün yenə maraqlı xəbərlərlə buradayıq. Ali, dünkü yayınımızda tutuklu Abzas Medya gazetecilerinden bahsetmiştik. Onlarla ilgili bir gelişme var mı? Bəli, var. Bu xəbəri müxalif yönümlü Azadlıq radiosundan oxuyuram. Qaçaqmalçılıq ittihamı ilə həbsdə olan jurnalistlər Bakıdakı təcridxanadan ölkənin cənubundakı həbsxanaya köçürülüb. Bir dakika, köçürülüp ne demek? Taşındılar, nakledildiler gibi bir anlama mı geliyor? Bəli, tam olaraq elə. Yəni nakl edildilər. Hətta xəbərdə deyilir ki, köçürülmə zamanı jurnalist Nərgiz Absalmovaya qarşı pis rəftar olub. Vəkilləri də bu vəziyyətin müdafiə hüququnu məhdudlaşdıracağını deyir. Anlıyorum. Avukatların ulaşımını zorlaştırmak için yapılmış bir hamle gibi duruyor. Üzücü gerçekten. Peki uluslararası gündeme bakalım. Cumhurbaşkanı Aliyev Birleşmiş Milletler'de bir konuşma yapmış. Bəli, çox önəmli bir çıxış etdi. Həm müharibədə, həm də sülhdə zəfər qazandığımızı söylədi. Amma ən diqqət çəkən məqam Xəzər dənizi ilə bağlı idi. Bildirdi ki, Xəzər sürətlə dayazlaşır. Dayazlaşıyor mu? Bu kelimeyi ilk defa duyuyorum. Derinliği mi azalıyor, sığlaşıyor mu demek? Əla, tam üstünə bastım. Bəli, sığlaşır. Dedi ki, bunun əsas səbəbi iqlim dəyişikliyi deyil və problemin həlli üçün BMT ilə sıx əməkdaşlığa hazırıq. Wow, bu çok ciddi bir çevre sorunu. Sebebi iklim değişikliği değilse neymiş peki? Merak ettim şimdi. Peki, ülke içine dönelim. Vatandaşın hayatını kolaylaştıracak bir şeyler var mı? Var əlbəttə. Azərbaycan Dəmir Yolları yeni bir xətti açıb. İlk dəfə olaraq Mingəçevir, Gəncə və Ağstafa şəhərlər arasında qatar səfərləri başlayır. Biletlər də çox münasibdir. Harika bir haber bu. Ulaşım her zaman önemli. Peki başka ne gibi konular var? İndi biraz tənqidi bir xəbərə keçək. Bu məlumatı digər bir müxalif media quruluşu olan Meydan TV yayımlayıb. Azparking adlı bir şirkət haqqındadır. Otopark şirketi mi? Bizde de otopark değnekçileri meşhurdur. Bakalım sizde durumlar nasıl? Meydan TV bu şirkətdəki ağır iş şəraiti haqqında bir məqalə dərc edib. İndi isə iddia olunur ki, şirkət rəhbərliyi mediaya danışan işçiləri tapmaq üçün onlara təzyiq göstərməyə başlayıb. Tezyik kelimesi bizdeki tazyik gibi, yani baskı demek sanırım. Doğru mu anladım? Tamamilə doğrudur. İşçilərə baskı eləyirlər. Bir sahə rəisi işdən çıxarılıb, digərlərinə isə xəbərdarlıq edilib. Klasik hareketler. Haberi sızdıranı bulmak için herkese baskı yapmak. Dünyanın her yerinde aynı hikaye. Neyse, yüzümüzü güldürecek bir haberle kapatalım programı Ali. Var mı öyle bir haber? Olmaz mı? Yunanistanda keçirilən 17 yaşa qədər çimərlik güləşi üzrə dünya şampionatında millimiz komanda hesabında dünya şampiyonu olub. İşte bu. Harika bir başarı. Gençlerimizin adını böyle başarılarla duymak ne güzel. Tebrik ediyoruz bütün sporcuları. Bəli, 2 qızıl və 1 bürünc medal kazandılar. Böyük uğurdu. Ali, verdiğin bilgiler için çok teşekkürler. Bugün de sayende Azerbaycan gündemine hakim olduk. Mən təşəkkür edirəm Özlem. Dinləyicilərimizə də bizi dinlədikləri üçün minnətdaram. Fason Radyo'da yarın tekrar buluşmak üzere. Hoşça kalın. Fason Radyo.